O həkimdən sonra yazıq bu həkim qalıb bizim əlimizdə. Hamısını düzəldibdi. Belədir. Vüsal doktoru tapmışam, öyrənmişəm, gəldim özüm 2 il əvvəl. Məni nətəri salamat eləyibdi, düzəldib. İndi gəzirəm, eş vecimə deyir. İndi 2 ildən sonra belim nəysə oldu. Bir də mənim öz doktorumun yanına gəlmişim. 53-54 səviyyəsində kanal diametri, bax, belə olmalıdır, çox sıxılıb. Yeriyəndə ayaqlarını tutulur mu bir müddət yeriyəndə? Tutulur. Yerində çönürsən, ağrı verir. Davamlı da vəbşə uzana bilmir. Düzcədə uzan. Nə qədər gəzəndən sonra ayaqlarını saxlamırsan, oturmağa yer axtarırsan? Bir 50 metr, 100 metr, 200 metr? Azdır. Azdır. Sağdan, soldan, belinin 5 sağdan, 5 soldan yandırmasını edəcəm. Çünki belində oynaqlarında ciddi osteoxondroz var. 53-54 aralığında ondura kanal dedim, çox daralıb. Bu daralma daha da çox artarsa, ayaqlarını tutar, sizi yatağa salar. Yəni qoyunmaram o həddə çatsın. Çünki yoxsa zorla da olsa gedib əməliyyat olmalısınız. İmplant qoyulmalıdır belinə. Mən həm radiofrekansdan ağrı verən sinirləri yandırmasını edəcəm, bir də ondura kanalın ən dar olan yerinə iynə vuracam. Yaxşı əzizim. Düşünürəm ki, bunun fonunda Allah qoysa həm ağrıların azalacaq, həm yerimən düzələcək, həm də qoymaram ki, əməliyyata gedəsən. Yaxşı, çox sağ ol. İnşallah. İnandım, gəldim. Neçə dənə doktora getmişəm, xeyr olmadı. Vəssalam. Allah ona kömək olsun. Onun köməkləri də, qızları da, hamısı burada komandası birinci yer.